Xoş gördük hamınızı. Bugün Logos Lab platformasından 12-ci videomuzun çəkilişinə başlayırıq və bugün müzakirə üçün seçmiş olduğumuz mövzu Epstein manipulyasiyasında məntiqi xətaların analiz edilməsidir. Epstein faylları haqqında geniş danışmağa məncə ehtiyac yoxdur. Yəni, xüsusilə son həftə ərzində ən çox müzakirə edilən mövzu olduğuna görə çox böyük ehtimalla, yəni hər kəs bu fayllar haqqında ümumi məlumatlara malikdir və maraqlanan şəxslər belə əgər ingilis dili bilikləri vardırsa, yəni rəsmi dövlət qurumları tərəfindən, yəni Amerikanın rəsmi dövlət qurumları tərəfindən açıqlanan fayllara girərək məsələnin məzmunu ilə tanış ola bilərlər. Olduqca maraqlı bir fenomendir, bir sosial fenomendir, əgər belə demək mümkündürsə və müxtəlif aspektlərdən analiz edilə bilər. Yəni, burada qlobal siyasətdən tutmuş beynəlxalq münasibətlərə kimi, iqtisadi münasibətlərdən tutmuş, hətta elm və təhsil sektoruna kimi müxtəlif analizlərin aparılması mümkündür. Amma bizim xüsusi olaraq müzakirə etmək üçün seçmiş olduğumuz mövzu, yəni bu fayllardan istifadə edilərək aparılan manipulyasiyalarda ən çox rast gəlinən məntiqi xətaların analiz edilməsidir. Birinci məntiqi xəta, yəni bu çox böyük ehtimalla siyasi ideologiyaların bir məntiq müstəvisində analiz edilməsinə gətirib çıxara bilər. Yəni, təqribi manipulyasiyada aparılan bir məntiqi xətt ondan ibarətdir ki, Epstein fayllarında biz əslində liberalizm ideologiyasının yanlış olmasını görə bilərik. Yəni, bu ideologiya artıq özünü doğrultmamışdır, yəni bu ideologiya yalandır. Əgər liberalizm ideologiyası yalandırsa, deməli onunla əkslik təşkil edən hər hansı bir ideologiya doğru ideologiyadır. Yəni, təqribən bu istiqamətdə müxtəlif məntiqi arqumentasiyaların, daha doğrusu məntiqi arqumentasiya görüntüsü yaradan manipulyasiyaların geniş yayılmasına biz şahidlik edə bilərik. Amma biz siyasi ideologiyaları məntiq müstəvisinə gətirib çıxarsaq, çox güman ki, burada biz zidd siyasi ideologiyalar və əks siyasi ideologiyaları bir-birindən fərqləndirə bilərik. Yəni, anlayış olaraq zidd ideologiya anlayışı ilə əks ideologiya anlayışı məntiqi baxımından, yəni eyni məzmuna malik anlayışlar deyil. Birinci başlayaq zidd ideologiya anlayışına. Yəni, burada biz hər hansı bir ideologiyanı götürə bilərik və bu ideologiyanı təkzib edərək onun tam ziddi olan digər ideologiyalar qrupuna keçid ala bilərik. Amma biz burada ideologiyanı təkzib etdikdən sonra, onun ziddinə keçid aldıqdan sonra konkret yeni ideologiyanın, yəni fərqli ideologiyanın konturlarını dəqiqləşdirmiş olmuruq. Yəni bir qədər praktik aspektə keçid alsaq, məsələn, liberalizm ideologiyası bu bizim analiz etmiş olduğumuz ideologiyadır. Yəni biz bu ideologiyanı yalan hesab edirik. Bu ideologiyanı, əgər belə demək mümkündürsə, təkzib edirik. Amma əvəzində, yəni onun ziddi olan bir ideologiyalara keçid alan zaman, onun əvəzində yeni bir ideologiyanın məzmununu, yəni konturlarını dəqiqləşdirmirik. Yəni liberalizm bunun ziddi olan qeyri-liberalizm. Deməli, bizim əlimizdə artıq iki anlayış oldu. Liberalizm bir anlayış, qeyri-liberalizm ikinci anlayış. Amma qeyri-liberalizm, yəni bu anlayışın məzmunu, əgər belə demək mümkündürsə, olduqca qeyri-müəyyəndir. Yəni bir növ amorf xarakter daşıyır. Yəni qeyri-liberalizmə konservatizm aid ola bilər, sosializm aid ola bilər, dini fundamentalizm aid ola bilər, faşizm aid ola bilər və başqaları. Yəni göründüyü kimi, yəni liberalizmdən fərqli olaraq bunun ziddi olan anlayış, yəni qeyri-liberalizm anlayışı, yəni məntiqi cəhətdən, yəni olduqca qeyri-müəyyən bir məzmuna malikdir. Çünki onun həcminə özlüyündə müxtəlif ideologiyalar da daxil olmuş olur.
Amma indi məqsədimiz bu siyasi ideologiyaların analiz edilməsi deyil. Yəni məntiqi müstəvidə zidd ideologiyaların qiymətləndirilməsi belə ola bilər ki, yəni bu ideologiyaların biri yalandırsa, digəri doğrudur. Əgər biri doğrudursa, deməli digəri yalandır. Əgər biz liberalizm ideologiyasını yalan qiymətləndirsək, yəni iki qiymətli məntiqdə, deməli qeyri-liberalizm doğrudur. Əgər biz qeyri-liberalizmi yalan qiymətləndirsək, onda liberalizm ideologiyası doğru qiymət alacaq. Və yaxud əksinə, əgər liberalizm doğrudursa, digəri yalandır, liberalizm yalandırsa, digəri, yəni qeyri-liberalizm doğrudur. Yəni məncə kontekst aydındır. Yəni zidd qiymətləndirmənin mahiyyəti bundan ibarətdir ki, birinin doğru olması digərinin yalan olmasını şərtləndirir, birinin də yalan olması digərinin doğru olmasını şərtləndirir. Və burada deməli əgər biz liberalizm ideologiyasını məsələn yalan hesab ediriksə, yəni fərz edək ki, Epstein faylları bu ideologiyanın təkzib edilməsi üçün bir məntiqi əsas yaradırsa, hərçənd ki, yəni mən olduqca ümumiləşdirmə aparıram, yəni burada da məntiqi bağlantı yoxdur, yəni bunun özündə də, yəni Epstein fayllarının arqumentativ gücü əsasında bütövlükdə liberalizm ideologiyasının yalan olmasını sübut etmək mümkün deyil. Amma fərz edək ki, belədir. Yəni Epstein faylları deyək ki, liberalizm ideologiyasının yalan olmasını sübut edirsə, deməli biz qeyri-liberalizmin doğru olmasını qəbul etməliyik. Amma qeyri-liberalizmdə, yəni biz artıq məzmunun konkretləşdirilməsi olmadığına görə, yəni burada qeyd etdiyim kimi müxtəlif ideologiyalar olduğuna görə, yəni burada da doğru hesab etdiyimiz qeyri-liberalizm ideologiyası da, yəni onun daxilində hər hansı bir elementin, yəni dini fundamentalizmin, yoxsa konservatizmin, yoxsa sosializmin doğru olmasını birbaşa əsaslandırmaq mümkün deyil. Deməli, bu zidd və qeyri-zidd ideologiya anlayışı və biz buradan keçid alırıq əks anlayışlara, yəni məntiqdə bir zidd anlayışlardan başqa bir əks anlayışlar kateqoriyası da vardır. Yəni əks anlayışlar belədir ki, biz burada, yəni biz bunu siyasi fəlsəfəyə tətbiq etsək, çox güman ki, belə bir mənzərəni formalaşdıra bilərik. Yəni biz bir ideologiyanı təkzib edirik, yəni bunu qəbul etmirik və bunu qəbul etmədikdən sonra, yəni zidd anlayışlar kateqoriyasından fərqli olaraq əks anlayışlarda biz yeni bir, fərqli bir ideologiyanın konturlarını cızmış oluruq. Yəni yeni bir məzmun irəli sürmüş oluruq. Məsələn, şərti olaraq götürsək, konservatizm və liberalizm bunlar əks ideologiyalar kimi qəbul oluna bilər. Yəni mən liberalizmi qəbul etmirəm, əvəzində yeni bir ideologiyanın məzmununu irəli sürürəm, bu konservatizmdir. Və yaxud liberalizm ilə sosializm əks ideologiyalar kimi çıxış eləyə bilər. Liberalizm ilə dini fundamentalizm, yəni bu əks ideologiyalar kimi çıxış eləyə bilər. Amma zidd ideologiyalardan fərqli olaraq əks ideologiyaların qiymətləndirilməsi mexanizmi belədir ki, yenə də iki qiymətli məntiqdə onların eyni zamanda doğru olması mümkün deyil. Yəni əgər mən deyə bilmərəm ki, iki qiymətli məntiq üzrə bir-biri ilə əkslik təşkil edən həm liberalizm ideologiyası doğrudur, həm konservatizm doğrudur. Və yaxud digər bir kontekstdə həm belə deyək, liberalizm doğrudur, həm də dini fundamentalizm doğrudur. Yəni bu mümkün deyil. Yəni bunlar əgər əksdirlərsə, bunların eyni zamanda doğru olması mümkün deyil. Amma zidd ideologiyalardan fərqli olaraq əks ideologiyaların eyni zamanda yalan olması mümkündür. Yəni ola bilər ki, həm liberalizm yalandır, həm də onunla əkslik təşkil edən sosializm yalandır. Ola bilər ki, həm liberalizm yalandır, həm də onunla əkslik təşkil eləyən dini fundamentalizm də yalandır. Yəni əks münasibətlər sisteminin zidd münasibətlər sistemindən fərqi bundan ibarətdir. Və biz buradan çıxış etsək, deməli əgər onların eyni zamanda yalan olması mümkündürsə, deməli məntiqi cəhətdən onlardan birinin yalan olması hələ digərinin yalan olmasını sübut edə bilməz.
Yəni onlardan birinin yalan olmasından çıxış edərək digərinin doğru olmasına dair məntiqi nəticə çıxarmaq mümkün deyil. Deməli, burada da əsas manipulyattiv xətalar bunun üzərindən baş verir. Yəni fərz edək ki, müxtəlif qruplar, yəni bir dini fundamentalizm ideologiyasını qəbul edir və yaxud sosializm ideologiyasını qəbul edir və bununla əkslik təşkil edən, məsələn, liberalizm ideologiyasının yalan olmasını əsas gətirərək sanki öz ideologiyalarının doğru olmasına dair bir nəticə çıxarmış olurlar. Halbuki məntiqi cəhətdən tamamilə yanlış bir nəticə çıxarma mexanizmidir. Çünki qeyd etdiyimiz kimi, əks müsbətlər sisteminin xarakteri bundan ibarətdir ki, onların eyni zamanda yalan olması mümkündür. Və onlardan birinin yalan olması yolu ilə onlardan digərinin avtomatik doğru olmasına dair bir mənalı nəticə çıxarmaq mümkün deyil. Deməliklə, məncə bu kontekstdə fikrimiz aydındır. Yəni əsas manipulyasiyalarda baxmaq lazımdır. Yəni ideologiyalar, yəni bunlar bir-biri ilə zidlik təşkil edir. Yəni zid anlayışında bir qeyri bir hissəciyindən istifadə olunur. Məsələn, liberalizm, qeyri-liberalizm, konservatizm, qeyri-konservatizm. Amma əks münasibətlər sistemində olan ideologiyalarda, yəni yeni məzmun irəli sürülür. Liberalizmin bunun əksi olan, deyək ki, əks məzmuna malik olan konservatizm və yaxud liberalizm bunun əks məzmununu özündə ehtiva edən dini fundamentalizm və s. Və bu ayrılmanı həyata keçirdikdən sonra asanlıqla məntiqi manipulyasiya sistemində olan xətaları aydınlaşdırmaq mümkün olacaq. Deməli, diqqətimizi cəlb edən növbəti bir manipulyattiv bir sistem bu tələsik ümumiləşdirmə xətasıdır. Yəni bu induktiv ümumiləşdirmə xətası kimi də diqqəti cəlb edə bilər. Yəni bir konkretləşdirmə aparaq, induktiv ümumiləşdirmə bu yanlış deyil. Yəni bu məntiqi nəticə çıxarmada olduqca mühüm əhəmiyyət kəsb edən bir məntiqi əməliyyat sistemidir. Söhbət burada tələsik ümumiləşdirmədən gedir. Yəni tələsik induktiv ümumiləşdirmə həmişə xəta yaradır. Yəni bir məntiqi müstəvidə fikrimizi izah etsək, yəni aydın olsun deyə, məsələn, mən hər hansı bir qrupda mühazirə deyirəm, yəni qrupun qiymətləndirmə sistemini həyata keçirirəm. Fərz edək ki, mən deyə bilərəm, X adlı tələbənin məntiqi təfəkkürü yüksək inkişaf edib, bu mənim birinci müqəddiməmdir. Mənim ikinci müqəddiməm, Y adlı tələbənin təfəkkürü, məntiqi təfəkkürü yüksək inkişaf edib. Mənim üçüncü müqəddiməm, Z adlı tələbənin məntiqi təfəkkürü yüksək inkişaf edib. Dördüncü müqəddiməm, yəni hər üç tələbə X, Y və Z, məsələn, tətbiqi riyaziyyat fakültəsinin tələbələridir və mən belə bir tələsik ümumiləşdirmə apara bilərəm ki, tətbiqi riyaziyyat fakültəsində təhsil alan bütün tələbələrin məntiqi təfəkkürü yüksək inkişaf edib. Yəni təbii ki, burada 3 nəfər, yəni X, Y və Z əsasında bütövlükdə tələsik ümumiləşdirmə apararaq tətbiqi riyaziyyat fakültəsində təhsil alan bütün tələbələrin məntiqi təfəkkürünün yüksək inkişaf etməsinə dair nəticə çıxarmaq mümkün deyil. Yəni bu tələsik ümumiləşdirmə xətasını özündə ehtiva etmiş olacaq. Yəni bu aspektdən çıxış etsək, indi Epstein faillarına gəlib çıxmış olarıqsa, məsələn, X adlı tanınmış insanın adı Epstein faillarında keçir və o cinayətdə iştirak etmişdir. Sonra keçid ala bilərik ikinci müqəddiməyə, yəni Y adlı tanınmış ictimai fiqurun adı Epstein faillarında keçir və o cinayət törətməkdə təqsirli bilinir, yəni bu cinayətlərdə iştirak etmişdir. Daha sonra üçüncüyə keçə bilərik, dördüncü, beşinci, altıncı müqəddimələrimiz, yəni müxtəlif adları daxil edə bilərik, yəni onların hər biri Epstein faillarında adları qeyd olunub hər birinin və onların cinayətdə iştirak etməsi təsdiqlənib. Əgər biz buradan çıxış edərək belə bir nəticə çıxarsaq ki, Epstein faillarında adları keçən hər bir ictimai fiqur, hər bir tanınmış insan cinayətdə iştirak etmişdir, yəni cinayət törətməsi bu təsdiq edilmişdir, avtomatik təsdiq edilmişdir. Yəni bu artıq tələsik ümumiləşdirmə xətasını özündə ehtiva etmiş olacaq.
Deməli, ola bilsin ki, hər hansı bir insanın Epstein fayllarında adlı keçə bilər, amma bu o demək deyildir ki, həmin insan avtomatik olaraq, yəni, ağır cinayətlərdə, məsələn, seksual xarakterli zorakılıqda və yaxud ölüm faktlarında və ya digər ağır bir cinayətlərdə iştirak etmişdir. Yəni belə bir ümumiləşdirmənin aparılması bu artıq manipulyattiv bir xarakter daşıyacaq və bu özündə tələsik ümumiləşdirmə xətasını ehtiva etmiş olacaq. Və burada maraqlı bir məqam ümumiyyətlə induktiv ümumiləşdirmənin xarakteri bundan ibarətdir ki, induktiv ümumiləşdirmə bu hətta düzgün struktura malik olsa belə həmişə bizə probabilistik, yəni güman üzərində qurulan bir nəticənin çıxarılmasına imkan verir. Yəni burada bizim 100% əmin ola bilmə, belə deyək, imkanımız mövcud deyil. Yəni məntiqdə 2 ümumiləşdirmə var, daha doğrusu arqumentasiya var. Yəni bu deduktiv arqumentasiya və induktiv arqumentasiya. Yəni deduktiv arqumentasiya bu ümumi xarakterli fikirdən xüsusi xarakterli fikrə keçid alınır və bu zaman bizim çıxarmış olduğumuz nəticənin 100% doğru ola biləcəyinə əmin oluruq. Təbii ki, əgər müqəddimələr doğrudursa və arqument düzgün struktura malikdirsə, deməli çıxarılan nəticə həmişə doğrudur. Amma bu deduksiyada belədir. Yəni deduktiv arqumentdə belədir. Məsələn, fərz edək ki, bütün insanlar rasionaldır, yəni ümumi fikirdir. X adlı insan deyək ki, X adlı bir subyekt də insandır, yəni bu xüsusi xarakterli fikirdir və ya individual, fərdi xarakterli fikirdir. Deməli, biz belə bir nəticə çıxara bilərik ki, X adlı insan rasionaldır. Yəni, burada əgər müqəddimələr doğrudursa, yəni birinci müqəddimə, ikinci müqəddimə doğrudursa, mənim çıxarmış olduğum nəticə 100% doğrudur. Amma induksiyada belə deyil. Induksiyada çıxarılan nəticənin doğru olması zərurəti yoxdur. Yəni, hətta bütün müqəddimələr doğru olmuş olsa belə, hətta biz induktiv arqumentin bütün qaydalarına əməl etmiş olsaq belə, həmişə və həmişə bizim çıxarmış olduğumuz nəticələr probabilistik xarakter daşıyacaq. Burada yalnız kiçik bir istisnalar var, yəni tam induksiya deyiləcək bir istisna var. Bu da yalnız kiçik tərkibə malik olan qruplara aid edilə bilər. Yəni qrupda fərz edək ki, bir 30 nəfər insan var və yaxud sistemdə 30 element var. Biz elementin hər birini ayrılıqda analiz edirik, müqəddimələrə daxil edirik və bu zaman çıxan nəticəmiz təbii ki, 100% doğru olacaq. Amma böyük həcmli qruplar, sistemlərə biz fərz edək ki, induktiv arqumenti tətbiq etmiş olarıqsa, çıxarılan nəticələrimiz həmişə probabilistik xarakter daşıyacaq. Yəni Epstein fayllarının da tətbiq edildiyi şərti bir qrup, yəni tanınmış ictimai fiqurlar qrupu, yəni burada biz nə qədər çox nəfəri elementin, belə deyək, cinayətdə iştirak etmiş olduğunu təsdiq etmiş olarıqsa belə, növbəti elementin də, növbəti ictimai fiqurun da cinayətdə iştirak etməsi, yəni bu probabilistik xarakter daşıyacaq. Və probabilistik xarakter daşıması o deməkdir ki, bizim çıxarmış olduğumuz nəticənin həmişə bizim çıxarmış olduğumuz nəticədə həmişə yanıla bilmə ehtimalımız var. Yəni düzdür, əgər biz çox saylı, məsələn, induktiv ümumiləşdirmədə çox saylı müqəddimələri nəzərə alsaq, yəni çox sayda ictimai fiqurların həm dosyada adının keçməsi, həm də onların birbaşa cinayətdə iştirak etməsi faktlarını nəzərə alsaq, bizim həmin dosyada adı keçən, amma cinayətdə iştirakı hələ təsdiqlənməmiş bir insanın da çox güman ki, cinayətdə iştirak etməsinə dair bir probabilistik nəticə çıxarmağımızda yanıla bilmə ehtimalımız aşağı olacaq. Amma istənilən halda yanıla bilmə ehtimalımız var. Əgər bu nüans nəzərə alınmadan, yəni sadəcə 3, 5 yaxud 10-15 nəfərin həm dosyada adının keçməsi, həm də onların birbaşa cinayətdə iştirak etməsinin təsdiq olunması əsasında ümumiyyətlə həmin dosyada adı keçən, şəkillərdə görüntülənən hər hansı bir insanın avtomatik olaraq cinayətdə iştirak etməsinə dair bir nəticənin çıxarılması bu artıq özündə tələsik induktiv ümumiləşdirmə xətasını ehtiva edir
və digər tərəfdən bu əksər hallarda ola bilsin və yaxud bəzi hallarda ola bilsin, birbaşa manipulyattiv xarakter daşıyır. Yəni bilərəkdən edilir və manipulyasiya etmək xarakterini daşıyır. Yəni məncə burada da kontekst aydındır və biz növbəti bir istiqamətdən də bu Epstein manipulyasiyalarında məntiqi xətaları analiz edə bilərik. Məsələn, fərz edək ki, X adlı bir alim, bu tanınmış bir alimdir, fərz də biologiya və ya fizika sahəsində və bizim əlimizdə əsaslı bir şübhələr vardır ki, bu insanın adı Epstein dosyesində keçib, yəni keçməklə yanaşı həm də birbaşa cinayətlərdə iştirak edib. Amma sadəcə bu faktın özü, yəni həmin insanın elm sahəsində demiş olduğu fikirlərin, yəni yazmış olduğu kitablardır, irəli sürmüş olduğu nəzəriyyələrdir və s. onların təkzib edilməsi üçün məntiqi əsas yaratmır. Yəni hətta olmuş olsa belə, yəni ən ekstrem bir situasiyanı götürmüş olarıqsa belə, yəni fərz edək ki, X adlı insan bu tanınmış fizikdir, bunun adı dosyada keçib və bu həm də birbaşa cinayətlərdən iştirakçısı olub, hətta bu doğru olmuş olsa belə. Yəni yalnız bu məntiqi arqument əsasında, sübut əsasında bu insan tərəfindən irəli sürmüş olan elmi biliklərin təkzib edilməsi məntiqi cəhətdən yol verilməzdir. Əgər bu baş verirsə, yəni bu artıq manipulyattiv bir xarakter daşıyır və bu özündə müxtəlif məntiqi, qeyri-formal məntiqi xətaları ehtiva edə bilər. Yəni məsələn, bir məntiqi xəta necə ola bilər? Bu şəxsin əleyhinə yönəlmə xətasıdır. Yəni bu adından göründüyü kimi, yəni bizim diqqət mərkəzimizdə artıq həmin şəxs tərəfindən irəli sürülmüş olan arqument deyil, yəni həmin arqumentin təkzib edilməsi deyil, həmin insanın şəxsinə qarşı neqativ bir fikirlərin irəli sürülməsi dayanır. Yəni biz şəxsin özünü inkar etmək yolu ilə onun məsələn cinayətdə iştirak etməsini sübut etmək yolu ilə onun fikirlərini, elmi fikirlərini təkzib etməyə çalışırıq. Yəni bu şəxsin əleyhinə yönəlmə məntiqi xətasına ehtiva edir. Amma bunun xüsusi bir növü də var, yəni bu qeyri-formal məntiqdə fərqləndirilir. Adı belədir, su quyusunu zəhərləmə adlı qeyri-formal məntiqi xəta. Yəni xarakter necədir? Yəni hər hansı bir insan, yəni ictimai də elmi xadim öz nəzəriyyəsini irəli sürən zaman, yəni nəzəriyyənin, elmi fikrin müzakirə edilməsindən daha əvvəl auditoriya üçün elə bir xüsusi bir şayiə və yaxud həqiqi bir bilik, fakt yayımlanır ki, ötürülür ki, auditoriya avtomatik olaraq həmin şəxsin əleyhinə yönəlmiş olur. Yəni bu artıq burada müzakirə predmeti olan nəzəriyyə, elmi fikir diqqətdən kənarda qalır. Yəni əsas diqqət həmin şəxsin öz ətrafında cəmləşmiş olur. Yəni fərz edək ki, X adlı insan bu ictimai bir xadimdir, yəni bir elmi xadimdir, hər hansı bir nəzəriyyə irəli sürüb və bunun müzakirəsi üçün müəyyən bir debatların keçirilməsi lazımdır. Amma öncədən manipulyattiv olaraq qeyd edilir ki, bu insanın adı Epstein dosyesində qeyd olunub. Çox böyük ehtimalla bu insan cinayətlərin birbaşa iştirakçısı və ya müşahidəçisi olub. Deməli biz bu məntiqi əsas üzərindən onun irəli sürmüş olduğu elmi fikirləri, nəzəriyyələri qəbul etməli deyilik, onu təkzib etməliyik. Yəni bu avtomatik artıq qeyd etdiyim, yəni şəxsin əleyhinə yönəlmə və ya xüsusi hallarda su quyusunu zəhərləmə adlı belə bir qeyri-formal məntiqi xətanın yaranmasına gətirib çıxarır. Və intellektual tarixdə bu qəbildən olan manipulyattiv addımlara rast gəlinmişdir. Məsələn, Heidegger, yəni məşhur bir filosof, 20-ci əsr filosofu, yəni bu insan bir müddət faşist partiyasının üzvü olub. Yəni biz tarixə baxsaq bu faktla rastlaşa bilirik. Əgər bu insanın faşist partiyasının üzvü olması səbəbindən Heideggerin fəlsəfəsinin təkzib edilməsi cəhdlərinə biz rast gələriksə, bu artıq təbii ki, məntiqi cəhətdən yol verilməzdir. Yəni bu manipulyattiv xarakter daşıyacaq bir addım olur. Yəni bir insanın faşist partiyasının üzvü olması hələ o demək deyildir ki, bu insan tərəfindən irəli sürülmüş olan fəlsəfi sistem təkzib olunmalıdır.
Və yaxud biz antik fəlsəfəyə gedib çıxa bilərik. Antik fəlsəfədə məsələn Aristotel quldarlıq quruluşunun müdafiəçisi olub. Yəni o belə hesab edib ki, insanların qul saxlaması bu bir təbii haldır. Yəni insanlar bərabər ola bilməz. Yəni bugünkü demokratiya prinsipləri, yəni dəyərləri təbii ki, onun tərəfindən qəbul oluna bilməzdi. Heç belə bir təsəvvür də mövcud deyildi həmin dövrdə. Və biz bu aspektdən çıxış edib desək ki, Aristotel məntiqi yalandır, biz Aristotel məntiqini qəbul etmirik, ümumiyyətlə Aristotel fəlsəfəsi qəbul edilməzdir. Təbii ki, bu artıq məntiqi cəhətdən yol verilməzdir. Yəni manipulyativ bir addım kimi qiymətləndirilmiş olacaq. Və eyni şəkildə əgər biz hətta Epstein fayllarında, dossiesində adını gördüyümüz hər hansı bir elmi xadim və yaxud nəzəriyyatçı və yaxud hər hansı bir fikir adamı, yəni adını orada görmüş olmağımız, yəni hətta sonradan təsdiq olunsa belə və yaxud artıq təsdiq olunmuşsa belə o cinayətlərdə iştirak etmişdi və ya müşahidəçisi olmuşdu. Yəni bu hələ məntiqi müstəvidə onlar tərəfindən irəli sürülmüş olan elmi biliklər, nəzəriyyələr, konsepsiyaların təkzib olunması üçün məntiqi əsas yaratmır. Yəni burada təkzib olunmaq üçün yalnız onların yaratmış olduğu nəzəriyyə ilə birbaşa olaraq onların yol verilməz davranışı və yaxud ola bilsin psixi pozuntusu və sair və ilaxır arasında bir qırılmaz bağlantının olması təsdiq olunarsa, ola bilsin ki, yalnız bu istiqamətdə biz hər hansı bir əks arqument üzərindən düşünə bilərik. Amma avtomatik, yəni adı varsa, bunun fikirləri təkzib olunmalıdır. Bu məntiqi cəhətdən manipulyativ xarakterli bir addımlardır. Yəni bu şəxsin əleyhinə yönəlmə, yəni belə bir fikir ilə qeyri-formal məntiqi xəta ilə izah olunur. Bir də burada başqa bir məntiqi xəta bu genetik məntiqi xəta adıdır. Yəni adətən bu üzrə də biz klassifikasiya edə bilərik. Genetik xəta, yəni o deməkdir ki, yəni bir halda ki, insan hər hansı bir fikirləri ilə tanınır, deməli həmin insan tərəfindən irəli sürülmüş bütün fikirlər hamısı yanlışdır. Yəni hətta təsdiq olunmuş olsa belə, yəni hətta bu şayiə olmasa belə, bir halda ki, insan məsələn ateistdir, deməli həmin insanın fikirləri məsələn teistlər tərəfindən heç bir zaman qəbul oluna bilməz. Hətta fərz edək ki, bu insanın fikirləri ümumiyyətlə din, tanrı, yəni bu kontekstdə deyil, tam fərqli bir kontekstdədir. Və yaxud fərz edək ki, hər hansı bir insan belə deyək, antifeministdir, məsələn deyək ki, yəni bu ideologiyanın qəbul etmiş bir insandır. Deməli bu insanın fikirləri heç bir kontekstdə, məsələn feminist qruplar tərəfindən qəbul oluna bilməz. Hətta bu fikirlər ümumiyyətlə qadın hüquq və azadlığı ilə bağlı olmasa belə. Yəni sadəcə bir genetik baxımdan ümumi bir fikir əsasında, yəni insanın bir ideologiyası, bir baxışı, bir ümumi yanaşmasına əsas götürərək, ümumiyyətlə həmin kontekst ilə birbaşa bağlı olmayan digər bir sahələrdə də heç bir əks arqument gətirmədən fikirlərin təkzib olunması təbii ki, məntiqi cəhətdən yol verilməzdir və bilərəkdən və yaxud bilməyərəkdən edilən bir manipulyativ bir xarakter kimi qiymətləndirilə bilər. Yəni burada artıq məqsəd fikrin təkzib olunması deyil, yəni auditoriyanın, bu oxucu və ya dinləyici auditoriyası ola bilər, onların hisslərini, emosiyalarını və s. manipulyasiya edərək sanki bir əks məntiqi arqument qurulması görüntüsünü yarada bilər. Belə, yəni bu günlər müzakirə etmək istədiyim məsələ bunlardan ibarətdir. Yəni suallarınız olarsa ünvanlaya bilərsiniz. Diqqətinizə görə minnətdaram. Hələlik.